salam dostlar. Gördüğünüz bu maşının için bir saata gül kimi eləyəcəm. Gördüğünüz kimi hər yeri tozun içindədir. Belə göstərim sizə. Bir dənə torpaq olmayan yer yoxdur. Maşının düz 2-3 həftədir yolmur. Yəni palçıq olur, oturulur, sürülür və heç yolmur. Bu günlərdə içərisini tərtəmiz eləyəcək. Çox uzatmadan keçək videomuza. Maşın 2.5 1.4 benzin, 100'ə bilmirəm nə qədər yandırır. Maksimum sürəti 220, 100'ə nə qədər yandırar ki 1.4 motordan olsun. Maşının da halı da belədir gördüyünüz kimi. Çox uzatmadan keçək videomuza. Dostlar, həqiqətən də maşın bərbad gündə idi. Yəni gözümə durmuşdu ki, bunu nətər təmizləyəcəm. Yəni 2 həftədir maşın təmizlənməyə və içi hər yeri yəni toz idi. Və mən də bunu əvvəl və sonra keçişləri eləmişəm. Axıra kimi izləyin ki, əvvəl sonra keçişləri görəsiniz. Like atın, abunə olun. Sizə xoş izləmələr. Şu adayın değerim işte. Benden başka içinde her şey var. Restoranlık işim bitti. Keçək əsas məsələyə. Orijinal skideri. Elimizin yolu dostlar. Görək necə dəyişim olacaq. Yaxşı dəyişim olsa yorumlara yazar. Eyvah. Geç suyu qapılara. Tripodum dostlar bunun aşmağına göre kırıldı ve bu da telefonu zannetmişim koymuşam oraya. Tripodu zannetmişim koymuşam oraya. Ama ona göre tripodum sındı. Açtı, kırıldı. Bu da maşının bagaj hissəsidir. Yəni burada tozun içindeydi. Telefon bir dəfə qırılacaq. Gəldik şərpələrə. Dostlar, həqiqətən də təmizliyi başqa şeydir. Görün axırda necə bir şey olacaq. Bu şərpələr də ki, düz 2 həftədə təmizlənmirdi. Yəni maşında təmizlənmirdi, şərpələrdə. Görün axırda nə olacaq. Əla olacaq. Axırı izləyin, axıra kimi bəyənin, abunə olun. Çiçək. Baba. Axır ki qutarandan sonra belə oldu. Şərpələri yerinə qoyub şiti qaraldandan sonra da dəyişim videosuna baxacaqsınız. Bir də qaraldıcı vururuq yaxşısından. Uzun bir aradan sonra təmizləyib başa gətirib çıxartdım.
Gəlin əvvəlinə və sonrasına baxın. Hazırsanızsa başlayaq. Dostlar, bu da əvvəl və sonra keçidləri. Gəlin buranı yığışdırın, biraz söhbət edək, alça yeyək, bağda gəzək, nə bilim, belə şeylər eləyək də. Gəlin. Biraz dostlar, bağda gəzək, bağda reyhan. Burada alça var, alça nə boyda olub ala. Belə görsədim alçanı sizə. Həyatım var kimi. Ama böyle. Valla turşu. Cidden bundan daha biraz şirin var. Ondan yiyək. Burada. Bu biraz dostlar balacadır ama yine de tatlıdır. Bu da alça dostlar çok suludur. Ama herhalde göyçə yoxdur bizdə. Ancaq çox güzel. Birini ağzımda tutmaya çalışacağım. Görüm tuta biləcəm. Oba! Birini də tutacağım. Oba! Birində. Böyle bizdə zoğ var. Ertə zoğu bilmirəm sizdə var ya yoxdur. Hep şey var bizdə. Təkcə zoğu. Və bunu da görürsünüz. Çox tatlıdır. Həqiqətən də yaxşı daddır. Dostlar, bu anda like atmayı unutmayın. Çünkü like'lar çok az gəlir. O birisi video atmıştım. 40 like cəmil cümlədə hani like gəlib. Amma mənə dostlar həqiqətən də 150 bəyən gəlir də. Həqiqətən də əvvəllər izlənməm çox yüksək idi. İndi biraz düşüb bir ancaq. Like atın, keşfətə düşək, yenidən həvəsimə gəlim və sizlər üçün yenidən əla videolar seçim. Yenə də videolar seçirəm. Mən yenə də yaxşı videolar seçirəm. Dostlar, çok uzatmadan videonu bitirək. Danışa da bilmədim. Kanala abunə olub, video like atıb və şər yazmayı unutmayın. Sağ olun, salamat qalın. 150 like gözləyirəm. Hop! Oba! Mən əlimdən telefon qaçarım.